Uşaqlar dünyaya gəlməmişdən əvvəl artıq oğlan və ya qız olması, onların gələcəkdə necə olması, nələri sevməsi, hətta hansı peşə sahibi olmaları ilə bağlı fikirlər səslənir və bununla da cəmiyyətdə cinsiyyət fərqi yaradılır. Cinsiyyət kişi və qadını müəyyən edən bioloji və fizioloji xarakteristikadır. Körpəlikdən başlayaraq cinsiyyətə, genderə əsaslanan bəzi rollar, məsum görünən sözlər və davranışlar oğlanların və qızların həyatını formalaşdırır. Gender müəyyən cəmiyyətdə kişi və qadına xas olduğu hesab edilən söz, sosial rol, davranış, fəaliyyət növü, xüsusiyyətlərdir. Uşaqların ətrafındakılar, əsasən də ata və anası onlar üçün adlar, geyimlər və aksesuarları, onların rənglərini, cizgi filmlər, oyuncaqlar seçərək onların zehnində qadın və kişi profili yaradırlar. Qızların gəlinciklə, oğlanların isə maşın və ya topla oynamaları gözlənilir. Böyüdükcə oğlanların mühəndis, idmançı kimi, qızların isə müəllim, həkim kimi peşələrə sahib olması arzulanır. Yeniyetməlik dövründə isə bu gözləntilər ev daxilindəki rollarını, gələcək seçimlərini müəyyənləşdirir. Beləliklə, cəmiyyət qadın və kişiyə müxtəlif sosial vəzifələr qoyur. Gender və rol davranışları cəmiyyətin mədəniyyətinə, normalarına və dəyərlərinə uyğun formalaşır. Bütün bu seçimlər insanın bacarıq imkanlarını daraldır, həqiqi potensialının üzə çıxmasına mane olur və onların gələcəyinə təsir edərək gender bərabərsizliyi yaradır.